Gürcüstan margarini Azərbaycan bazarını zəbt edir. İxrac 3 dəfə artdı. Gürcüstanın margarin ixracında ümumi çöküş yaşandığı bir vaxtda Azərbaycan bazarı kəskin şəkildə ön plana çıxıb. Rəqəmlər göstərir ki, ötən il Gürcüstan Azərbaycana 116 min ABA dolları dəyərində 67,3 ton margarin ixrac edib. Bu isə əvvəlki illə müqayisədə 3 dəfədən çox artım deməkdir. Diqqət çəkən məqam ondan ibarətdir ki, Gürcüstanın ümumi margarin ixracı kəskin azalıb. 2025-ci ildə ölkə xarici bazarlara cəmi 327 min dollar dəyərində 184 ton margarin sata bilib ki, bu da illik hesabla 60%-dən artıq geriləmədir. Yəni Gürcüstan bazar itirir, amma Azərbaycan bazarında sürətlə möhkəmlənir. Bu vəziyyətdə Azərbaycan Gürcüstan üçün demək olar ki, əsas çıxış qapısına çevrilib. İxrac edilən margarinin böyük hissəsi cəmi iki ölkəyə yönəlib, Azərbaycan və Ermənistan. Ermənistana 211 min dollar dəyərində 117 ton məhsul göndərilsə də, artım tempi məhz Azərbaycan bazarında qeydə alınıb. Xatırladaq ki, 2024-cü ildə Gürcüstanın Azərbaycana margarin ixracı cəmi 37 min dollar və 21 ton olub. Bir il ərzində bu göstəricinin bir neçə dəfə artması yerli bazarda idxal asıllığının dərinləşdiyini və xarici məhsulların daha aqressiv şəkildə bazara daxil olduğunu açıq şəkildə göstərir. Aydın mesaj, Gürcüstan ixracda geriləyir, amma Azərbaycan bazarını buraxmır. Bu tendensiya davam edərsə, yaxın dövrdə yerli istehsal üçün ciddi risklər yarana bilər.